Choose the sentence with the noun in the possessive case. Yerlik halda isimli düzgün cümləni seçin. A variantında it's hard to learn a new language. Ümumiyyətlə, şəxs əvəzliklərinin adlı halına əlavə olunmuş apostrof s həmişə is ya da has'in qısalmışı sayılır və əsasən də is'in bu cümlədə də to be formasının qısalmış olunan versiyası olduğu üçün yerlik hal sayılmır. B variantında Ben parked his car near their school. Təbii ki, feilin 3-cü formasından başqa cümlədə xəbər funksiyası daşıyacaq bir sözümüz yoxdur. Demək ki, bu has parked indiki bitmiş zamanın qısaldılmış versiyasıdır. C variantında the teacher's bag is on the chair. Müəllimin çantası stulun üzərindədir. Müəllimin çantası sadə şəkildə verilən düzgün yerlik halımızdır. Doğru cavabdır C variantı. D variantında Mrs. Brown's got many flowers in her garden. Apostrof s'dən sonra ümumiyyətlə got və been varsa biz onu has got götürmüş oluruq. Yəni yerlik hal sayılmır. Y variantında the boys playing football is playing, yəni indiki davam edici zamanda to be formasının qısalmış versiyası olduğu üçün düzgün sayılmır. Doğru cavabımız C variantıdır.